Assalamu alaikum qarindoshlar. Oldingi soat darsimizda biz oddiy tengsizlikni o'rgandik. Unda bu soatlik darsimizda bu mazmunni texmo pishiqlash uchun bir turkum mashqlarni ishlaymiz. Unda esa birinchi savol qarab boqaylik. 2a qo'shilgan 5 37 dan cho'ng a qanday son z plus degan musbat butun son. Unda esa a ning eng kichik qiymati, shundami min deb so'rabdi. Unda esa men a ning eng kichik qiymatini tepish uchun bu yerdagi a ning qiymat orliqini boshda hisoblab chiqishim kerak. Unda esa 5 ni o'ng tarafga o'tkazib o'tsam, shundami 2a 37'de elingan 5'ten çoğun. Onda ise 2a degenim 32'den çoğun. Şuna ama tengsizlikten aldı kendine okşaş musbat bütün sanğa köpeytivesek ya ki bölüvesek buluyordu. 2'yi bölü etken vaktinde a neçeden çoğun 16'den çoğun. Onda ise a 16'dan çoğun boğan barlıq musbat bütün sanlarını alalaydıken. Bu ne depti a'nın en küçük kıymeti. A 16'dan çoğun a1 musbat bütün san. Onda olsa a'nın en küçük kıymeti, yani 17'de 18 19'dan başlandı düşünün ama onda olsa a'nın en küçük kıymeti ten 17'de. Tügedi. Keyingi savol qarab bakalım. 2a qo'shilgan 3b 20'den kichik bo'lishi kerak. A, B ikkilisi musbat butun son, onda olsa a'nın en cho'ng qiymati necha debdi. Qaraydigan bo'lsak, bu savoldagi A, B ikkilisi musbat son. 2a qo'shilgan 3b'ning bir cheklamasi bakanda 20'den kichik bo'lishi kerak. Onda olsa bu yerdeki a'nın en cho'ng qiymatini tepish uchun men b'ga en kichik qiymatni berishim kerak. Yani en kichik musbat butun son necha bo'ldi? 1 bo'ldi. Onda olsa bu yerdeki b avtomatik 1 bo'lishi kerak. B 1 bo'lgan vaqtida 2a qo'shilgan 3 ko'paytirilgan 1 3 20'den kichik bo'lishi kerak. 2a deganimcha 17'den kichik bo'lishi kerak. Aldı keynini 2 ga bo'lgan vaqtimda a necha 8,5'den kichik bo'lishi kerak. A 8,5'ten kichik bo'lishi kerak. Bu birinchi shart. Ikkinchi shart şu. A musbat butun son. Unda olsa A masalan qanday bo'la oladi? 8 bo'la oladi, 7 bo'la oladi, 6 bo'la oladi, 5 bo'la oladi. Shunda ama 4, 3, 2 1 deganga o'xshash. Buning ichidagi eng cho'ngi debdi. Unda olsa eng cho'ng necha? 8. Unda olsa javob A max teng necha? 8. Uchinchi savol qarab boqaylik. 2a elingan 5 1dan cho'ng 5dan kichik. A qanday son? Butun son. Onda olsa bu qaysi belge toplam, ama a'nın bütün qiymatlarının toplamını tepen, yani hemmini qo'shib o'ting degan gap. Onda olsa men boshda a'nın qiymat orliqini bir hisoblab chiqay. Yani bu yerda a'ni yolg'iz qo'shishim kerak. Onda olsa bütün bu tengsizlikka 5 ni qo'shib berma. 2a elingan 5 qo'shilgan 5. Bir yerga 5 ni qo'shib etdim. Keyinigimi 5 ni qo'shib bersam, 5 qo'shilgan 5. Aldığımı 5 ni qo'shib bersam, 1 qo'shilgan 5. Shundami? 5 ga 5 ni qo'shsam, minus 5 ga 5 ni qo'shsam yo'qolib ketdi. Unda 2a keldi, keyinida 10 oldidicha 6. A'ni yolg'iz qo'yish uchun 2 ga bo'laman, shundami? Bu yerda a qoldi, bu yerda 5 qoldi, bu yerda 3. Unda olsa a 3 ga teng va yoki 3 dan cho'ng 5 dan kichik bo'lishi kerak ekan. A qanday son? Butun son. Unda olsa a qaysi qiymatlarni ola oladi? 3 ni ola oladi. 3 ga teng bo'lsa bo'ldi. Shundami? 4 ga teng bo'lsa bo'ldi. 5 ga teng bo'la olamdi? Qat'iy bo'lamaydi. Chunki a cho'qim 5 dan kichik bo'lishi kerak. A bütün son. Unda olsa a'nın qiymatları toplab etsam necha bo'ldi? 3 qo'shilgan 4 teng necha? 7 javob chiqdi. Unda o'z 4-chi savol qarab boqaylik. 3 dan 2a elingan 5 3 ga teng va yoki 3 dan kichik. A qanday son? Musbat butun son a'nın toplamı. Shundami? A'nın bütün qiymatlarini toplab o'tdik ekanmiz. Unda o'zi men boshda a'nın qiymat orliqini hisoblab chiqishim kerak, shundami? Bu yerda bir kasr bor ekan. Mahraj necha? 3. Unda o'zi bu mahrajni yo'qotish uchun men 3 ni ko'paytirishim kerak. Unda o'zi ko'paytirib boqay. Aldığa 3 ni ko'paytdim, shundami? 3 dan 2a elingan 5. Aldığa 3 ni ko'paytgandan keyin keyinigimi 3 ni ko'paytirishim kerak. 3 degan butun son, mahraj necha? 1. Qisqarib ketdi, shundami? Bu yerda 1 qoldi, bu yerda 1 qoldi. Unda olsa 2a elingan 5 9'a teng va yoki 9'dan kichik. Men 5 ni keyiniga o'tkazib o'tgan vaqtimda 2a 14 ga teng va yoki 14 dan kichik bo'ldi. Ikki tarafni 2 ga bo'lib o'tsamchi, a necha bo'lishi kerak? A 7 ga teng va yoki 7 dan kichik. Nima debdi? A musbat butun son, unda bo'lsa a'ning qanday qiymatlarining to'plami. A 7 ve 7'den kichik bo'lgan musbat butun sonlar. Unda o'zi men bir yezib boqay. 1 bar, 2 bar, 3 bar, 4 bar, 5 bar, 6 bar, 7 bar. Shundami? 7 ni ola oladi. 1. Unda musbat butun son debdi 1 dan boshlanadi. Unda bo'lsa bularning hammasini qo'shib o'tadi ekanman. Hammani qo'shib beramiz. Shundami? Unda olsa 1 2 ni qo'shsam 3, 3 ni qo'shsam 6, 4 ni qo'shsam 10, 5 ni qo'shsam 15, 6 ni qo'shsam 21, 7 ni qo'shsam 28.
cavab çıxdı. Undaq bolsa suallarımızğa davam qılaylı. 5-ci sual. 2-dən əks elanğan 5 minus 1-dən çoğ, 4-ki tən və ya ki 4-dən kiçik. Əks qandasan, bütünsən. Şunama, əksdən ən kiçik qiyməti bilən ən çoğ qiymətini qoşan nəticə çıxıdı o depdi. Onda olsa mən birinci olub bu yerdəki əksdən qiymət aralığını tep çıxışım kerak şundama. Əksga qaraydigan bolsaq bu oturusu bir kəsir haləti berilgan. Onda olsa mən bütün bu təngsizlikni 2 köpəytgan vaxtımda bu yerdəki 2 qandaq ketidi? Yo'qab ketidi. Köpəytib baqay. Bu yani 2 köpəytmə. 2 köpəytilgan 2-dən əks elanğan 5. Onda olsa keyin 2 köpəysəm 8, aldığını 2 köpəysəm minus 2. Şundamı? Mən 2 köpəytdim. 2-nin məxrəci necə? 1. Onda olsa 2 qısqırıb getdi. Əks elanğan 5, 8-gi tən və ya 8-dən kiçik, minus 2-dən çoğ. Əmdə qandaq qılma? Əksini yalğız ep qılış üçün 5-ni qoşub birmə. 5-ni qoşub bəgən vaxtımda bu yerdəki 5 yoxab ketidi. Bu ya 13, bu ya 3 bo'lib ketdi. Onda biz qaraydigan bolsaq, 8 3-dən çoğ və 13-ki tən və 13-dən kiçik bolğan qanday sanlar? Bütün sanlar. Onda bu qiymət aralığının içindəki ən çoğ bütün san neçə buldu? Yəni əksdən ən çoğ qiyməti 13 buldu. Şundamı? Əksdən ən kiçik qiyməti ço. 3 bulanmaydı. 3-dən bir çoğ bolğan bütün san neçə? 4. Onda 4 qoşulğan 13 cavabdan neçə? 17. Keyingi sual qarab baxaylı. 7-ci sual. Əks minus 2-dən çoğ 6-dən kiçik, y ço 4-dən çoğ 8-dən kiçikən şunamı? Əks qoşulğan y-nın qiymət aralığı depdi. Yəni əks qoşulğan y degan bu ifadə neçədən çoğ, neçədən kiçik bo'lishi kerak degan gap. Onda biz qaraydigan bolsaq, bu yerdəki əks 6-dən kiçikən, y ço 8-dən kiçikən. Əksi y-ni qoşub bergan vaqtda mən bu qanday qilma 6-gi 8-ni qoşub bermə 14-dən kiçik bo'lishi kerak. Anandikin bu yerdəki minus 2-yə 4-ni qoşub bergan vaqtımda, yəni əksninki ən kiçik qiymətiga yaqinlasha oladigan, ən kiçik qiymətiga yaqin bolğan minus 2-yə 4-ni qoşub bersəm neçə boldu? 2 boldu. Onda olsa, əks minus 2-dən çoğ 6-dən kiçik bolğanda, y 4-dən çoğ 8-dən kiçik bolğanda, əks qoşulğan y qanday boldu ekan? 2-dən çoğ 14-dən kiçik boldu degan gap. Yəni bu əks qoşulğan y-ның qiymət aralığı. Əks qoşulğan y muş aralıqdakı, yəni 2 bilan 14-ның arasındakı bütün sanlarını alalaydı degan gap. Əks 5-dən kiçik, 6-cı sual. Əks y 7-dən kiçik şundamı? Onda əks qoşulğan y-ның ən çoğ bütün san qiyməti. Ən çoğ bütün san qiyməti. Onda mən bu yerdə əks qoşulğan y-ni bir hesablab çıxay başda. Əks qoşulğan y neçədən kiçik boldu? 12-dən kiçik boldu. Əks qoşulğan y-ның qiymət aralığı. Bizdən niməni sorabdı? Əks qoşulğan y-ның ən çoğ bütün san qiyməti. Şundamı? Əks 5-dən kiçik, y 7-dən kiçik, onda əks qoşulğan y 12-dən kiçik. Əks qoşulğan y-ның ən çoğ bütün san qiyməti. Yəni bu 11 bolsa buldu, 10 bolsa buldu, 9 bolsa buldu, 8 bolsa buldu. Şundamı? Əks qoşulğan y 12-dən kiçik bo'lishi kerak. Muşda bütün sanlarını alalaydı. Bunun içindəki ən çoğu neçə? 11. Cavabdan 11 degan gap. Onda olsa ən axırda 2 tal sual qarab baxaylı. 8-ci sual. Əks minus 4-dən çoğ 5-dən kiçik, y minus 3-dən çoğ 4-dən kiçik. Əks y ikilisi bütün sankin. Nə depdi? 2 əks elanğan 3y-ның ən çoğ qiyməti max neçə buldu deb sorabdı şundamı? Əks y ikilisi bütün san. Mən bu ifadəni astağa qaytıb yazay. 2 əks elanğan 3y-ның ən çoğ qiymətini tapıb ekanmi? Onda bir nərsəyə diqqət qılıb baxaylı. Bir sandan bir sanını eliş şundamı? Bununki ən çoğ qiymətini tepişim üçün bu yerdəki 2 əks qanday bo'lishi kerak? Ən çoğ bo'lishi kerak. Bu yerdəki 3y ço ən kiçik bolğanda 2 əksdən 3y-ni elbətsəm ən çoğ qiymət çıxıdı. Onda olsa qaraydigan bolsaq, əks minus 4-dən çoğ 5-dən kiçik, y ço minus 3-dən çoğ 4-dən kiçik. Bu yerdəki əksinin ən çoğ qiyməti neçə bulalaydı? Bu yerdəki əks minus 3 bolsa buldu, minus 2 bolsa buldu, minus 1, 0, 1, 2, 3, 4 bulalaydı şundamı? Yəni bu aralıqdakı bütün sanlar. Bu yerdəki y ço minus 2 bolsa buldu, minus 1, 0, 1, 2, 3 bolsa buldu. Mən 2 əksini ən çoğ qilish üçün əks neçə bo'lishi kerak? 4 bo'lishi kerak. Əks 4 bolğan vaqtda 2 əks neçə buldu? 8 buldu. Şundamı? 8 elanğan. Mən 3y-ni ən kiçik qilishim kerak. Onda olsa, bu yerdəki y ən kiçik bolğanda minus 2 bulalaydı. Minus 2-yə 3-nü köpəysəm neçə? Minus 6.
elevitimiz minus 6'ni. Onda olsa cevaptan 8 şunama bir yerde minus ne bu çıkıdı? Plus 6 cevaptan 14. Yeni bir tekrarladık. Bizden 2x elanğan 3y'nin en çoğun kıymetini sorap diken. Onda bir sandan bir sanını ağan vaxtda aldık san en çoğun, keyindik san en küçük boğan vaxtda bu ifadenin en çoğun kıymeti çıkıdı. Ben x'nin en çoğun, y'nin en küçük kıymetini eliş arkalık bu ifadenin en çoğun kıymeti 14'ünü tepip çıktım. Keyingi sual qarab baxaylı 9-cu sual. 2x elanğan 3y tan 8, x minus 3'tün çoğun 7'den kiçik. Y qandan san, bütün san, onda olsa y'nin en küçük kıymetini tepen depti. Şimdi ama ben aldı bilen üstüdü bəgən bu tənlimige asasen x'ni bir ifadelep çıkay. Yani bu yerdeki x 2x. Ben 3y'ni keynige yötkü etken vaxtımda 8 koşulğan 3y'ga tan boldu. Şimdi ama ben hazır x'ni y bilen ifadeldim. X'ni yalnız ep qalsam, yalnız ep qalan vaxtımda aldı keynini 2'ye bölme. Şimdi ama 8 koşulğan 3y'ni 2'ye böldüm. Nim depti o? X 7'den kiçik minus 3'tün çoğun depti. Mana mən x'ni ifadelep çıktım. X'ni y bilen ifadeledim. Onda olsa mən bunu qaytı bir yazımı. 8 koşulğan 3y. Bu x giten. Şimdi ama x 7'den kiçik minus 3'tün çoğun buluş gerek. Mən y'nin qiymet aralığını hesaplap çıxım hemde. Onda olsa bu yerde bir kesir barken məxrəc 2. Onda olsa 2 köpəytken vaxtımda bu 2 yoxab gidiyor. Bunu 2 köpəytime 2'den 8 koşulğan 3y. Bu yani 2 köpəytken ki keynim 2 köpəytsəm 14, aldın 2 köpəytsəm minus 6. Onda olsa 2 bilen 2 qısqıramdı. Əlbəttə 2'nin məxrəc 1, 2 qısqırab getdi. 8 koşulğan 3y 14'tün kiçik minus 6'dan çoğun. İki tərəfdən yani aldı keyindən 8'ni elv etken vaxtında bu yerde 3y kaldı, bu yerde ki 6 kaldı. Minus 6'dan 8'ni elv etsem minus 14. Şimdi ama hem de qanday qılma 3'kü bölümü. 3'kü bölgen vaxtımda y yalğız qalıdı. Miyədi ki 6'nı 3'kü bölsəm 2. Minus 14'ünü 3'kü bölsəm minus 3'ten 14. Mən demiş qıldım, y'nin qiymet aralığını hesaplap çıxdım. Bu məndən nimdə sorapdı? Y'nin en kiçik qiymeti. Y degen qandasan? Bütün san. Onda biz qaraydigan bolsaq, minus 3'ten 14 degen bu bir bütün san emas. Mən bunu maqul şəkildə sığıştıra alayım. Minus 3'ten 14 degen bu san minus 3'ten 12'den qanda kiçik minus 3'ten 15'ten çoğun buldu. Ben de için bunu yazdım. Bu yerdeki minus 3'ten 15 degenim neçe giden? Minus 5 giden. Minus 3'ten 12 degenim ço minus 4'ge ten buldu. Yani bu san, bu minus 3'ten 14, minus 5'ten çoğun, minus 4'ten küçük buldukken. Şimdi ama eğer ben bu yerdeki y bütün san, y'nin en küçük kıymetini almakçı bolsam, onda olsa minus 4'ten başlap alayım. Minus 4, minus 3, minus 2, minus 1 gen okşaş. Onda olsa bunun en küçük kıymeti minus 4 buldu. Yani ne degen gep? Minus 4 bu aralıkta ba. Minus 3'ten 14'ten çoğun, 2'den küçük. Ama minus 5'ni ağılı bulamdı qat değil. Çünkü minus 5 degen minus 3'ten 14'ten mi küçük. Yani bu aralıkta minus 3'ten 14 bilen 2'nin aralığı da emas. Bu aralıktaki en küçük boğan bütün san y'ga nisbeten neçe? Minus 4. Onda olsa bugünkü dersimiz addi tansızlıkla məşqləri müşahede axırlaşdı. Həmin onlara köpdən köp rəhmət.